Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra da sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsiyyət edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. İnşallah biz Allah Subhanahu wa Ta'ala'nın yardımı ilə Quran-ı Kərimdən olan qissələrə toxunmağa davam edirik. Və bu günləri toxunacağımız qissə Adəm əleyhissalamın iki oğlu Habil ilə Qabilin qissəsi barəsində olacaq. Hansı ki Allah Taala bu barədə Bəqərə surəsində bizlərə xəbər vermişdir. Və bilirsiniz ki Adəm əleyhissalam ilk yaradılan Adəm övladıdır. Və ilk peyğəmbər də Adəm əleyhissalamdır. Necə ki Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm şəfaət hədisində bu barədə bizlərə xəbər verir ki, insanlar qiyamət günü şəfaət üçün Adəm əleyhissalamın yanına gələcəklər və onun ilk peyğəmbər olması və Allah Taala'nın əli ilə yaratdığı olması və s. bu cür təriflərdən sonra ondan şəfaət istəyəcəklər. Və Adəm əleyhissalamın övladları barəsində, yəni onların adları barəsində Quran və sünnədə hər hansı bir məlumat keçməyib. Yəni onların Habil və Qabil olmaları barəsində Quran və sünnədə heç bir dəlil yoxdur. Bu sadəcə İsrailiyyatdan gələn xəbərlərdir ki, hansı ki əhl-i sünnətin etiqadı odur ki, əgər Quran və sünnəyə ziddilərsə inkar edirik. Əgər Quran və sünnəyə zidd deyilsə, o nə inkar edilir, nə də təsdiq edilir. Və sadəcə biz bunları insanlara xəbər veririk ki, İsrailiyyatdan gəlib ki, onların adları Habil və Qabil olmuşdur. Və necə ki, təfsirçilər söyləyirlər ki, qardaşlardan biri heyvandarlıq ilə məşğul olar, digəri isə əkinçilik ilə məşğul olurlar. Və Habil həmişə öz əxlaqı, tərbiyəsi ilə seçilən birisi olur. Və Adəm əleyhissalam, yəni atası Adəm əleyhissalam tərəfindən də ən çox sevilən olur. Digər qardaşı isə daima ona paxıllıq və həsəd edərdi. O ki qaldı Adəm əleyhissalamın övladlarının artmasına. Bu barədə çox suallar verirlər, həddən artıq çox suallar olur. Və görürsən ki, soruşulur ki, Adəm əleyhissalamın övladları, ümumiyyətlə insanlıq necə artıb? Bu barədə səhih bir məlumat yoxdur, nə Quranda, nə də sünnədə. İsrailiyyatdan gələn bəzi məlumatlara görə deyilir ki, Allah Taala mələklər göndərir qadın cildində və onlarla evlənilir, artılır. Yəni belə bir məlumatlar da var. Və həmçinin də söylənilir ki, deməli Adəm əleyhissalamın Həvva əleyhissalam ilk olaraq əkiz doğur. Yəni oğlan və qız övladı doğur. Yəni Habil və həmçinin onun bacısı doğulur. İkinci doğuşdan sonra isə Həvva Qabili və həmçinin də onun bacısını nə edir? Doğur. Yəni hər dəfə, hər doğuşda əkiz doğur və sonradan Allah Taala'nın izni ilə onlar çarpazvari evlənirlər bir-birlərinə. Yəni birinci doğulan Habil ilə ikinci doğulan qız evlənir, birinci doğulan qız ilə ikinci doğulan oğlan bu cür şəkildə evlənirlər və bu cür nəsil artımı başlanır. Yenə də bu məlumat səhihliyi barəsində Allah bilir doğrusunu, çünki İsrailiyyatdan gələn xəbərlərdir hamısı. Və həmçinin başqa bir məlumatlar da var. Yəni Adəm övladının artmasının və ona görə görürsən bəzi cahillər etiraz edirlər. Necə ola bilər ki, Allah Taala izin verib bacı qardaş evlənməsinə və s. Yəni bu ilk olaraq əvvəldə bu cür icazəli idi. Yəni bu cür icazəli idi və həmçinin də Allah Subhanahu Taala sonradan bu şeyləri nə edir? Qadağan edir. Yəni bu cür şeyləri qadağan edir. Və rivayətlərdə gəlir ki, deməli, hər bir işdə Habil Qabili daima qabaqlayırdı. Heyvandarlıq olsun, özünün əxlaqı, tərbiyəsi ilə. Ona görə də bu Qabildə daima qıcıq oyadır və həmçinin də öz qardaşına qarşı paxıllıq, həsəd yaradırdı. Və
doğulan bacılar da onlardan biri gözəl, digəri isə kifir idi. Və Habil o gözəl bacı ilə evlənir. Bacı ilə evlənir, Qabilə isə obursu kifir düşür və bu daha da onda olan həsədin artmasına səbəb olur. Baxıllığın artmasına səbəb və onu öldürmək qərarına gəlir, öz doğma qardaşını. Bu cür hadisələr tarixdə çox olub, dəyərli müsəlmanlar. Necə ki, Allah Teala bizlərə Yusuf surəsində də Yusuf və onun qardaşlarının hekayəsini danışanda da 11-12 qardaş olurlar, hansı ki, Yaqub əleyhissalamın övladları olur, Bəni İsrail də, yəni onlardan gəlir. Və o 12 dənə qardaşın 11 qardaşı bir yerə toplanaraq Yusuf əleyhissalamı həsəddən, paxıllıqdan, Yaqubun onu daha çox sevməsinə görə onu quyunun içinə atırlar. Və atalarına da gəlib deyirlər ki, canavar o qardaşımızı yemişdir. Yəni, bütün tarix boyu görürsən ki, belə hadisələr çox olub. Yəni, bu cür hadisələr, yəni həsəd həqiqətən də böyük günahlardandır və həsəd edən insan görürsən ki, sonda qatilə çevrilir. Allah qorusun. Və ataları deməli o gözəl bacı ilə evlənmək üçün qardaşlarına Allaha qurban kəsmələrini tövsiyə edir. Və onlara deyir ki, kimin deyir qurbanı qəbul olunarsa, o da qoy həmin o gözəl bacı ilə, yəni gözəl qadınla evlənsin. Digər bacı isə kifir idi. Və sözsüz ki, Habil yenə də Allah Teala ən gözəl heyvanını qurban kesir. Ən gözəl heyvanını Allaha qurban verir. Və o vaxtda da bu, yəni bizim şəriətdə olduğu kimi heyvanı kesib paylamaq bu cür qurbanlıq deyilmirdi. Onlar hər hansı bir dağın başına heyvanı qaldırar və Allah Teala od göndərərək o qurbanı yandırardı. Yəni yandırmaq onun əlaməti idi ki, artıq sənin qurbanın qəbul olunub. Çünki o vaxtda yer üzündə insanlar da yox idi ki, onlara sədəqə verilsin. Və beləcə Habil həmin o gözəl olan bacı ilə evlənir və bu Qabildə daha da hiddət, daha da şiddət yaradır və belə qərara gəlir ki, öz qardaşını öldürsün. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə Bəqərə surəsində bizlərə buyurur ki, onların qissəsini danışarkən, sən məni öldürməkdən ötürü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Deməsi onun gözəl əxlaqından, qəlbindəki Allah qorxusundan xəbər verir. Özünün qardaşına qarşı yəni, bu cür rəftarını göstərir. Yəni mən, sonra Allah Teala buyurur ki, onların dilindən mən istəyirəm ki, sən mənim də günahlarımı öz günahlarınla birlikdə üstünə götürəsən və beləliklə də cəhənnəm sakinlərindən olarsan. Zalimlərin cəzası budur. Mən səndən daha güclü və qüvvətli olsam da səninlə döyüşməyə niyyətim yoxdur. Çünki sən mənim qardaşımsan. Hətta sən mənə əl qaldırsan da, sən məni vurmaq istəsən də belə, mən sənə qarşı əl qaldıran, səni vuran deyiləm. Hətta səndən güclü olsam da, əgər sən bu qərara gəlmisənsə artıq, yəni məni öldürmək qərarına gəlmisənsə, niyyətin qətidirsə, onda bilginən ki, sən mənim də günahımı öz günahımla birlikdə üstünə götürüb cəhənnəm sakinlərindən olacaqsan. Yəni, mənim qətlimin günahını və əvvəlki günahlarını da öz boynuna götür. Və bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir çox hədislər varid olmuşdur ki, fitnələr zamanı gələcəkdə Peyğəmbər sallallahu xəbər verir ki, böyük bir fitnələr olacaq. Və o zaman oturan insan ayaq üstə durandan, ayaq üstə duran gəzəndən, gəzən isə qaçandan daha xeyirli olacaq. Və Peyğəmbər s.ə.v bu hədisi söyləyəndə orada olanlardan bir nəfər deyir ki, əgər bir nəfər evimə girib məni öldürmək istəsə, nə edim deyir. Və Peyğəmbər s.ə.v buyurur ki, sən deyir Adəmin oğlu kimi ol. Yəni sən Adəmin xeyirli oğlu kimi ol. Yəni sən deyir ona əl qaldırma. O səni öldürdüyü zaman həm öz günahını, həm də sənin də günahlarını öz üzərinə götürərək, yüklənərək səni öldürdüyünə görə günahı üzərinə götürərək cəhənnəmə nədir? Yuvarlanacaqdır. Və Habillə Qabilin qissəsində ümumiyyətlə, yəni bu hadisənin harda, yer üzünün hansı hissəsində baş verməsi barəsində dəqiq bir məlumat yoxdur. Düzdür, bəzi İsrailiyyətdə gəlir ki, Dəməşq şəhərinin
Qasyon dağında olan Əddəm adlı bir mağara var. Həmin o mağarada bu hadisə baş verib. Qabilin Habili öldürməsi və o ərazidə dəfn etməsi, bastırması bu mağarada baş verir. Lakin əhli kitabdan, yəni Bəni İsraildən gələn məlumat olduğu üçün səhilini Allah bilir. Və rəvayət edilir ki, dəyərli müsəlmanlar, sonra Allah qardaşının cəsədini necə bastırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Qabil də dedi ki, vay halıma, bu qarğa qədər olub qardaşımın cəsədini də bastıra bilmədim. O artıq peşman olmuşdu. Qabil Habili daşla vuraraq öldürür. Və öldürdükdən sonra onu nə edəcəyini, cəsədini bilmirdi. Və bir müddət onu belində daşıyır. Daşıyır və bilmir nə etsin. Çünki insanlıq ilk olaraq idi deyənə nə edəcəyindən xəbər yoxdur. Və Allah Teala 2 dənə qarğa göndərir ki, o qarğalardan biri bir qarğanı öldürür, sonra dimdiyi ilə yeri qazır və o qarğanı atır, ora bastırır. Və ona görə də Qabil deyir ki, vay halıma, bu qarğa qədər də olub qardaşımın cəsədini bastıra bilmirəm. Və o da eyni şəkildə yeri qazır və öz qardaşını orada nə edir? Dəfn edir. Orada dəfn edir. Və artıq bundan sonra deməli, zülm, haqsızlıq yer üzündə yayılmağa başlayır. Zülm, haqsızlıq artıq ilk olaraq Qabil tərəfindən qoyulur. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Məsuddan gələn hədisdə buyurur ki, zülm ilə qətlə yetirilən hər bir cana görə Adəmin oğluna bir pay vardır. Ona görə də Allah Rasulü buyurur ki, kim hansısa bir sünnəni, bir yolu qoyarsa, istəyir bu xeyirli yol olsun, istəyir şər yol olsun. Ona kimlər ki əməl edəcəksə, xeyirdirsə sənə savab gələcək, şərdirsə sənə günah gələcək. Və Qabil də ilk olaraq zülm və haqsızlıq, adam öldürməyi qoydu. Bu günahı o qoydu ilk olaraq. Ona görə də ondan sonra ta qiyamətə kimi kim ki bu günahı edəcəksə, insan öldürəcəksə, haqsızlıq edəcəksə, zülm edəcəksə, ondan bir pay Qabilə də yazılacaq. Allahu Ekber. Ona görə də çalışın ki, yer üzündə həmişə nəysə xeyirli bir yol qoyun. Xeyirli bir iş görün ki, insanlar sizdən sonra da ona əməl etdikcə sizə savab nədir? Gəlmiş olsun. Savab gəlmiş olsun. Və dediyimiz kimi, dəyərli müsəlmanlar, deməli, bu qissəni Allah Subhanahu taala bizlərə Bəqərə surəsində xəbər vermişdi, Qabil ilə Habilin qissəsini. Və elhamdülillah ki, bir çox səhih hədislərdə Peyğəmbər s.ə.v-dən varid olub ki, Allah Rasulü bilirsiniz ki, Meyraca gedərkən Adəm əleyhissalamı görür. Yəni, 1-ci səma qatında və 7 səma qatına qalxır və Allah Tağlanın dərgahına yüksəlir və Allah Subhanahu Tağlanın 7 pərdələr arxasından bir nur görür. Və orada Allah Teala ona təşəhhüdü deməyi, söyləməyi və həmçinin namazlar ona əmr olunur. Meyraz gecəsi. Və Peyğəmbər s.ə.v 1-ci səmaya qalxanda Adəm əleyhissalamı görür və Adəm əleyhissalam ilə qarşılaşanda onu salamlayır. Və Adəm əleyhissalam da onu salamlayır. Və deyir ki, əməli salih övladı və əməli salih Peyğəmbəri xoş gördük. Və Peyğəmbər s.ə.v buyurur ki, Adəm əleyhissalamın sağında da və solunda da böyük dəstələr var idi, insanlar var idi. Və Adəm əleyhissalam sağ tərəfə baxanda sevinərdi. Sol tərəfə baxanda isə ağlayardı. Və Allah Rasulü Cəbrail əleyhissalamdan, onunla Meyraca gedən Cəbrail əleyhissalamdan soruşur ki, yəni Adəm əleyhissalamın bu cürünü etməsi nə deməkdir? Niyə görə sağ tərəfə baxanda ağlayır, gülür, sol tərəfə baxanda ağlayır? Və bu zaman Cəbrail əleyhissalam deyir ki, sağ tərəfindəkilər cənnət əhli olanlardır, onlara baxanda sevinir, sol tərəf sahibləri isə cəhənnəmliklərdir. Hansı ki, onlara baxanda Adəm əleyhissalam ağlayardı. Allahu Ekber. Allah Subhanahu dua edirəm ki, Allah Teala bizi eşidib, faydalan qullarına etsin. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu.